Salam, hər vaxtınız xeyirli olsun dəyərli xanımlar. Yeni bir vloguma xoş gəldiniz. İnşallah ki, bugünkü günü bərabər sizinlə keçirəcəyik. Mamam deyir, qurban kəsmişdi. Allah qəbul eləsin inşallah. Mənim üçün göndərib. İndi bunları qəşəng ayırıb yarısını pişirmək istəyirəm. Yarısını da buzluğa yerləşdirəcəm. Qızlar, bunları pişirəcəm. Bunu isə istədim ayrım buzluğa qoyum, gördüm yox, doğranıb çəkiləsidir. Saxlayıram inşallah, yoldaşım gələndə yoldaşım çəkəcək. Çünki bizdə hər zaman əti yoldaşım çəkir. Mən heç vaxt, daha doğrusu yoldaşım doğruyor, mən çəkirəm. Mən heç vaxt ət doğramamışam. Ona görə hər zaman belə işləri yoldaşıma təhvil verirəm. Heç nə, bu qalsın belə. İndi yoldaşım evdə yoxdur. Axşam gələndə inşallah ki, ətimizi doğrayar, mən də çəkərəm. Bunu pişirəcəm bugün. Kızlar, günün menüsü hazırdır. Baxın, kısa reels çəkirdim deyə çox paylaşım edə bilmədim, çox çəkə bilmədim. Gördüyünüz kimi qoyun ətini qəşəng o yüzden bu yüzden qızartdım. Soçlu pomidorda biraz da pişirdim. Kartofu ayrıca kızarttım. Bu kadar. Hazır. Kızlar, gördüğünüz kimi bu biberleri ince doğradım. Yerleştirdim bir pakete, koyacağım soyuducuya, buzluğa daha doğrusu. Kış için hazırlıq artıq yavaş yavaş məncə başlamaq lazımdır. Kızlar, kofemi için biraz dincəlim, qeydiyyatlarım var. İlk xanımlar yazıb, mən onları qeydiyyat edəcəm. Bilirsiniz ki, mən Fabelik şirkətində çalışıram. Fabelik şirkətinin üzvüyəm. Orada hal-hazırda gümüş direktoram. İndi keçid edəcəm, xanımlarımı qeydiyyat edeyim inşallah. Sonra yenə çəkilişə davam edəcəm. Tamam çocuklar, sizi gömeceğim. Tamam Alex. Karıştır. Bunu karıştır. Sonraki efsane. Bana uçabileceğim söylendi. Lütfen yapma. Efsane yok oldu lütfen. Bu it yıkıldı. Şimdi benim sıram. Uçmak için yap. 3, 2, 1.
Qızlar badımcanı, biber soğanı, bir də pomidoru qızartdım. İndi bunları qaldı bir dənə hazırlamaq. İnşallah ki bu qabın içində hazırlayacağım. Amma düşünürəm ki hazırlamamışdan öncə bir dənə bunların yağlarını təmizləyim. Görün nə günə qoydum qazı. Sonra salatımı hazırlayayım. Tavamı da burada yuyum. Çünki buralar bugün də ürəyim sıxılır, inanırsınız. Bir dənə buraları təmizə çıxardım. Sonra başlayayım salatın hazırlığına. Yadınızdadırsa, keçən vlogda demişdim ki, bu məhsulum bitib və çox şükür ki, sifariş verdim. Elə vaxtında gəldi. Bugün gedib məntəqədən götürmüşəm. Və dedim, isti-isti qazın içinə qəşəngcə fısqırdaq. Yağları ərisin. Bir 2-3 dəqiqə saxlayacağım. Yağlar özü əriyəcək. Baxın. Qızlar, qazın içini də bitirdim. Qızlar, mən ilk dəfə idi ki, bu məhsulu qaynar istifadə edirdim, amma düşünürəm ki, qaynar istifadə etməkdənsə, yəni qaynar isti qazda, soyuq qazda daha yaxşı idi. Çünki soyuq qazda, soyuq halda tətbiq edəndə, belə deyim də, yağlar daha çox, belə əl vuran kimi görürdüm ki, belə əlimdə yağın izləri var da çıxıb. Amma qaynar halda bu olmadı. Əksinə bu məhsul var, bax bu məhsul qurudu. Belə qəribə bir ağ ləkələr saldı. Düşünürəm ki, soyuq daha yaxşıdır. Yəni siz də istifadə etsəz əgər bu məhsuldan mütləq soyuq halda istifadə edin. Qızlar, başlayaq salatımızı yığmağa. Biraz da sarımsaq tyorkadan keçirtdim. Belə, bu qədər. Bu da bizim mayonesimiz. Badımcanlar elə bilirəm ki, uzun oldu. Gərək ya bunları yumru qızardardım, ya da bunları belə ortadan bölərdim. Çaşdım. Siz elə edərsiniz. Qızlar, ən sonda pomidorumu düzürəm daha doğrusu. Uşaqlar yatıb deyə asta-asta danışıram. Görürsünüz ki, ev səssizlikdir, sakitçilikdir. Bizim ev bir dənə uşaqlar yatanda sakitçilik olur. Allah heç bir evi uşaqsız eləməsin, düzdür. Amma dəhşət bizim uşaqlar səs-küylüdür. Əsas da uşaqların səsindən çox televizorun səsidir məni yoran. Televizora o qədər çox xodda baxırlar ki, bilmirəm sizin uşaqlarda elədir, yoxsa yox, amma həqiqətən bu televizorun səsi məni çox yorub. Qonaq otağında hətta azmış kimi mətbəxə də bir televizor qoymuşam. Güya ki, özüm üçün qoymuşam, amma adı mənim olub, dadı uşaqlarım. Belə qızlar, bitirdim. Bir restə üstünə mayones əlavə edəcəm. Salatımız bu qədər. Bir gecə soyuducuda saxlayacağım ki, sabaha qəşəng təpsin. Belə. Salatımız artıq hazırdır. Qızlar, indi sizə arxa fonu göstərəcəm. Bir dənə iş görürsən, nə qədər qab çıxır. Bu hissə təmizdir. Bu hissəni də yığışdıraq.
Keçək qonaq otağına görə orada nələr bizi gözləyir. Qızlar, mətbəxlə işimi bitirdim. İndi keçdim qonaq otağına. Komotumun içini təmizləyəcəm. Neçə müddət idi ki, təmizləmirdim. İçi tozuydu. İndi bir-bir bunları boşaldacağım, siləcəm, sonra yenidən yerləşdirəcəm. Baxın toza. Qızlar, bu ləkələr skoç izləridir. Bu evə köçəndə yoldaşım bunları bir-bir skoçlamışdı. O gündən nə qədər edirəmsə, bu skoçlar təmizlənmir.
Beləcə xanımlar, bugünlük də vloqumuzun sonuna gəldik artıq. Sizinlə birlikdə bütün işlərimi bitirdim. Yeni vloqlarda görüşənədək.